Çok soyuqdu, değil mi? O gece bundan qat-qat soyuq idi. Şaxtalı gecenin birinde dehşetli silah sesleri eşidildi. Bacım telaşla içeri daxil olarak tez qalxın, ermənilər kəndə hücum edir, biz buradan çıxmalıyıq dedi. O an bilmədim neyniyim. Tez şərfimlə kızımı kürəyimə bağlayarak 11 yaşlı kardeşimin elinden berk tutarak ayak yalın ailemle birlikte meşeye doğru kaçtım. Git yol bitmedi. Düşmene esir düşmemek için 9 aylık körpem acından ağladıkça ona kar yedizdirirdim. Başa düşürsünüz, kar yedizdirirdim. Ben buna mecbur idim. Bir neçə saat getdikten sonra qəribə bir sükutun çöktüğünü hissettim. Bacım küreğimdeki o masum körpeye bakarak gözyaşlarını saklayabilmedi. Kızım da onu bölmüştü. Artık o yok idi. Ama dehşet bununla bitmedi. O vəhşilər 11 yaşlı kardeşimizin, anamızın başını gözlerimiz önünde kesip dereye attılar. Bakın, hansı birini değil, hansı birini? Kara bulut dolaştı. Lay lay Xocalım lay lay. Düşman haddini aştı. Lay lay Xocalım lay lay. Bela yağdı min yerden. Kim baş açtı bu sirden? Dizler düştü teperden. Lay lay Xocalım lay lay. Hamı yatır, oyaq yox. Başlar kəsik, ayaq yox. Hələ belə sayaq yox. Lay lay, Xocalım lay lay. Qəfil tələ qurdular, dinç şəhəri vurdular, nəsil qırdılar. Lay lay, Xocalım lay lay. Ağ qar üstə selləndi, qızıl qanlar gölləndi, daş ürəklər dinləndi. Lay lay, Xocalım lay lay. Heç belə də dərd olar, heç belə namərd olar, buradan daha yurd olar. Lay lay, Xocalım lay lay. Eller haray ay haray, yok bu derde olmaz tay. Kan ağladı köyde ay, lay lay Xocalım lay lay. Ermənilər bir idi, üstümüze yeridi. Dünya sustu, kiridi. Lay lay, Xocalım lay lay. Hər tərəf şaxta, sazaq, can dolu yara, sızaq. Bu dərdi hara yazaq? Lay lay, Xocalım lay lay. Dinle beni ey baş
Dinle beni ey beşer, kanlı hekayetimi Allah'a yerz ettiğim canlı şikayetimi bir xocalı deyiləm, bir xocalı deyiləm, şəhər vardır dünyada. Düşmənlərin bağrına zəhər vardır dünyada. Hain düşman iblisler hücum ettiler onlar. Koca cavan kalmadı, hamı çekildi dara. Bir kocalı deyilen şehir vardı dünyada. Düşmanların kalbine zehir vardı dünyada. Bir kocalı deyilen şehir vardı dünyada. Min illik bir şəhəri bir gecədə boğdular. 90 yaşlı qocanın gözlərini yovdular. Bir güllə dərib keçdi ananın kürəyindən. Həmin güllə tapıldı qucağında tutduğu balanın ürəyindən. Bir gəlin də ölmüşdü, ay Allah qollarında çağası. Çağa emirdi onu, sanki sağdır anası. Ne danışır, ne deyim, ürəyim dözmür daha. Ümidin tək qalıbdı o qüdrətli Allaha. Sen ne kadar ki sağsan, hələ vardır nəfəsin. Yaz yarat bunu şair, cahana satsın səsin. Allaha satsın səsin. Bir xocalı deyilən şəhər vardı dünyada. Düşmənlərin qəlbinə zəhər vardı dünyada. Daha görmüşəm nələr, nələr görmüşəm nələr. Qan içində bəbələr, boynu sunmuş nənələr. Nə danışım, nə deyim, nə danışım, nə deyim. Ümidim tək qalıbdayım o qüdrətli Allah'a. Bir xocalı deyiləm, şəhər vardır dünyaya. Bəli, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSR-nin 366-cı motatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Əvvəlcə şəhər 4 tərəfdən erməni qoşunları tərəfindən əhatə edildi. Sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəşlər açıldı. Az bir vaxt ərzində şəhərdə yanğın baş verdi. Şəhər tamamilə alova büründü. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur oldular. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edildi. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edildi. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdı. Hər tərəfdə silahlı ermənilər
dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız gəlin əsir düşdü, girov götürüldü, nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şahtadan məhv oldu. Hansınızı deyim? Hansınızı çağırım? Kızım, oğlum, benim bəxtiqarə balalarım. Burada kuşa yem olmağınıza razıyam ay bala. Ama erməni canlaklarının eline keçməyinizə yok. Oğlum, ciğerparem, kızım, yanan yüreğim. İlahi, ilahi niye bu musibetlerin hamısı bizim başımıza geldi? Niye benim bu gözlerimi kör etmedin? Niye bu dehşetleri yaşamaya bize reva bildin? Niye? Axı niye? Deyin. Siz deyin, hiç anada evlatları arasında seçim etmek mecburiyetinde kalar mı? İki evladını, iki göz bebeğini gözleri önünde diri diri yandırılan ana bu hayatta yaşayabilir mi? Hakkı sayın zay oldu. Dileklerim vay oldu. Başım cellad elinde. Akan kanım çay oldu. Kocalı elim benim. Yanan yüreğim benim. Yanan ağzımdaki dilim benim. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin, qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağıla sığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışdılar. Əfsuslar olsun ki, 150 nəfərin taleyi hələ də məlum deyil. O gecə hökm elədi, qətlinə fərman Xocalı. Səni yandırdı o dost, söylədiyin yan Xocalı. O quru yanda hanı bir quru vicdan Xocalı. Sakinin gördü o gün, evində zindan Xocalı. Yaralısan yaralı, yarana qurban Xocalı. Xalqımın öz obasında yeni yurt dikməyini, yurdumun gözlərinin sevinç suyu tökməyini, qan içən cəlladı öz günahına bükməyini, düşmənin inləyərək torpaq atda çökməyini görməsəm, vermərəm heç vaxt, onu bil, can Xocalı. Düşmənin nəsiydi? Yurttaşa yurd oldu haram. Qarabağın Qarabağında açılmış bu yaram. İstərəm tez sağala, bu yaranı eşqlə saram. Mən vətəndaş vətənin hər daşına baş qoyaram. Gül sinəm üstə başım, qoyamadım can Xocalı. Döküldüler üstüne Kuduz kimi, az kimi Şubladılar yer kimi Kırdılar ağaç kimi
Xocalı, Xocalı Kalbin yoldaşınla Sen necə yucaldın Xocalı, Xocalı Xocalı, Xocalı Bir gecədə yanan şəhər, arzuları donan şəhər, işıqları sönən şəhər, ilğim təki titriyirsən şəhidlərin qəbri üstə, hədiyyə almış yetim uşaq təbəssümlü, bir an və möhtəşəm, xəyalın gəlir, gedir. Qız gəlinin əllərdədir, uçmuş ruhun çöllərdədir, yuxun gəlmir. Havalarda heç düzəlmir. Bu dünyanın səbri üstə xərclənənlər geri gəlmir. Heykəl kimi uçurulan şəhər, diri-diri məzarlığa köçürülən şəhər, hər il ölüm günün təntərahla keçirilən şəhər, səngərləri aşa-aşa sənə tərəf gəlməkdəyəm, sağlığımda görmək üçün ölməkdəyəm. Sağlığımda görüşməsəm, görmək üçün ölməkdəyəm. Bu əsr soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qoca idi. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş. 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdi. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərsi soyulmuşdur. Körpə uşaqların gözləri çıxarılmışdır. Süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Bəli, ermənilər utanmadan hətta meyitləri belə təhqir etmişdilər. Amma ona haqqanlar heç vaxt yerdə qala bilməz. Ədalətli Allah bunu götürməz. Mən bilirsiniz ki, Qarabağ bizimdir. Azərbaycanındır kəlməsinə görə başı vəhşicəsinə kəsilən igidin qızıyam. Mən bilirsiniz ki, bizi qorumaq üçün erməni qəbirləri üzərində qurban kəsilən qardaşlarım bacısıyam. Mən bilirsiniz ki, özünü sipər edərək bizi qoruyan, özü isə diri-diri yandırılan qəhrəman ananın bacısıyam. Mən Xocalıyam. Eşidirsiniz? Mən Xocalıyam. Mən xoşbəxt deyiləm, amma ölmədim. Ölməyəcəm. Yaşayacam. Eşidirsiniz? Yaşayacam. Sizin qisasınız alındı. Artık siz azadsınız. Silin gözyaşlarınızı. Bax, bu igid ana ve ataların yetiştirdiği şehit oğullarının sayesinde, burada dayanan mert igidlerimizin sayesinde artık torpaqlarımız azaddır. Ali Başkomandanımızın ve bütün Azerbaycan halkının birliği neticesinde başımız ucadır. Ruhunuz şad olsun, əziz şəhidlər. Yaşasın Azərbaycanın mərd oğulları. Yaşasın qalib Azərbaycan ordusu. Yaşasın böyük sərkərdə, ulu öndərin davamçısı Ali Başkomandan. Yaşasın bütün Azerbaycan. Bugün vətənimin gürur günüdür. Daha göz yaşını sil ay Xocalı. Bugün vətənimin məğrur günüdür. Qisasın alındı bir ay Xocalı. Müzəffər ordumuz dadına yetdi. Düşməni bir gündə tarımar etdi. İllərin həsrəti sonunda bitdi. Çoxdan gözləyirdik, gəl ay Xocalı.
mərd oğullarımız dastan yazdılar. Düşmənin alnına damğa bastılar. Üç renkli bayrağı göydən astılar. Sen azadsan ay Xocalı. İllərdir yol çəkir sənin gözlərin. Sənin yaraların dərindir, dərin. Ruhları şad olsun, qoy şəhidlərin. Gözümüz sel oldu, sel ay Xocalı. İllər ayrı saldı öz vətənindən. Soyqırım görmüsən düşmənlərindən. Bir daha heç zaman baş üzərindən əsməsin o qara yer, ay Xocalı. Mərd oğullarımız hesap sordular. Namətlər diz söküp teslim oldular. Düşmenler bu günü unudurdular. Gözləniş görmeseyil, ay Xocalı. Qisasın alındı, bil, ay Xocalı. Qisasın alındı, bil, ay Xocalı. Hörmətli tədbir iştirakçıları, Xocalı soyqırımı 33-cü il dönümünə həsr olunmuş ədəbi bədii kompozisiyamız bununla sona yetdi. İndi isə tədbirimiz gül qoyma mərasimi ilə davam etdiriləcək.